Bakının Nizami rayonunda yerləşən yaşayış binasında bir mənzilin iki sahibi var. Paytaxt sakini Feyzullah Şahmarov ona dövlət tərəfindən verilən evin 20 ildən artıqdır ki, qanunsuz zəbt edildiyini deyir. Vətəndaş bildirir ki, bir neçə günlük rayona gedib. Qaydanda isə evinin zəbt edildiyini görüb. Feyzullah Şahmarov illərdir evinin geri almaq üçün mübarizə aparır. Qarşı tərəf isə deyilənlərin həqiqətə uyğun olmadığını bildirir. Feyzullah Şahmarov deyir ki, 1993-cü ildə ona işlədiyi müəssisədən Nizami rayonu Özbəkistan küçəsi 21 ünvanından mənzil verilib. İddiaya görə sözgedən mənzil 2002-ci ildə Zəngilan rayonundan məcburi köçkün olan Ruslan İsmailov tərəfindən zəbt edilib. 93-cü ildə ailə olduğum üçün ailəli yataqxanada ev verilmişdi 4-cü mərtəbədə. Mən 2002-yə kimi yaşadım. 10 günlük Lirik rayonuna mən getdim. Gələndən sonra gördüm Zəngilan rayonundan qaçqın İsmailov Ruslan İsaoğlu mənim evimi zəbt edib. Bütün yuxarı qurumlara müraciət elədim. Ancaq dedilər ki, torpaqlar azad olunandan sonra, köçüləndən sonra evinə qayıdacaq. Vətəndaş deyir ki, artıq bir ildən çoxdur ki, onu həmin mənzildən xəbərsiz olaraq qeydiyyatdan çıxarıblar. Bu səbəbdən də indi heç bir yerdə qeydiyyatı yoxdur. Gedirəm yaxın, deyir ki, balkondan ataram. Göz bədənimi yandıraram. Sənə şər ataraq, ya pul sənə vermişəm. Cirbəcür bəhanələr gətirir, mənim evinə çıxmır. Qanunsuz qeydiyyatdan çıxardıb. Bir ildən artıqdır, mən qeydiyyatçız yaşayıram. Mən Nizami rayon məhkəməsinə müraciət etdim, torpaqlar azad olunandan sonra. Ondan sonra meydana çıxdı ki, hazırda başqa şəxsin adına kupça sənəd çıxarılıb. İnversiyasiya zamanı təhvil təhsilin vaxtı. Verilib departamentdə təhvil təhsilin vaxtı inversiyasiya zamanı ya dəyişilib 105 olub 69. Mən burada yaşamamışam. Adı çəkilən məcburi köçkün Ruslan İsmailov isə iddia edir ki, bu evi 2002-ci ildə pul müqabilində alıb. 2002-ci ildə Azərbaycanda ümumiyyətcə kimisə evin girib, hansısa qaçqın evin girə bilər, onu pul şəklində ondan almışam. Rəhmətlik buranın komendatı vardı. O özü də ona dilindən kağız yazdırıbdı onu Feyzullaya. Ordeli qeydmədi. Ordel alıb bu yaxınlarda 2-3 il bundan qabaq imzası yoxdur ordelin, tarixi yoxdur. Məhkəmədə onu imtina eləyib, alqı-satqı olunmuyub. Ancaq komendant vardı, rəhmətə getdi. O komendant o vaxtlarım. Plandan görsən şər atırlar, mənə pul götürülüb. Hansı əsasında pul götürmüşəm, mən onu özəlləşdirməmişəm. Heç bir sənəd buna verməmişəm. Hansı əsasında mən satmışam, yalan böhtandır. 2002-ci ildən bu günə kimi hər yerə müraciət edirəm. Artıq tərəflər arasında yaranan mənzil problemi ilə bağlı məsələ məhkəmədədir. Nizami rayon icra hakimiyyətindən bildirildi ki, sözügedən məsələ ilə bağlı vətəndaş Feyzullah Şahmarovun quruma heç bir şikayəti daxil olmayıb. Müəyyən edilib ki, şikayətçi mənzili həmin ünvanda yaşayan məcburi köçkün ailəsinə satıb. Günəş Rızayeva, Nadir Cəlilov, Fidan Səfər, Space xəbər.